Salam qızlar, necəsiz? Bəli, bu videoya baxırsınızsa artıq deməli mən yoxam. Mənim ruhumdur sizinlə danışan. Həqiqətən də çünki bədənimi qətiyyən bu dəqiqə hiss etmirəm. Bu boyda videonu həm çəkmək, həm bu işi görmək çox çətindir. Bəzən insanları qınayıram ki, bu boyda əziyyət çəkir, amma nə bir like qoyurlar, nə də bir takip atırlar. Eybi yoxdur, amma mən sırf bu videoları siz həvəsə gələsiniz, motivasiya alasınız deyə çəkirəm. İnanın ki, yorulmadım, üşənmədim və başladım evi komple sökməyə, belə deyim. Kravatımın altında belə deyim, depo hissəsi yoxdur, amma ki yer var. Oradan çəkdim DSP-ni və yığdım altına nə geyinmiriksə, nə lazım deyilsə, yayları hamısını cığaralayıb, hamısını yerləşdirdim kravatın altına. Sonra qışlıq paltarlarımızı qatdalayıb yerləşdirdim. Sonra isə baya şkafımda yer açıldı və qəşəng ədyalları səliqə ilə, pakrovalları səliqə ilə, hər bir şeyi, pastelləri falan səliqə ilə çox gözəl yerləşdirə bildim. Axır ki şkafımda bir düzən yarada bildim. Baxın bu şəkildə etmişdim, amma bunu edərkən həqiqətən də bilirəm ki, yoldaşım bu videonu izləsə məni öldürəcək. Çünki mən belimə görə olmaz, amma ki məcburən etdim. Həqiqətən də çox yoruldum. İnşallah ki bu yorğunluğuma dəyər. Bir dənə bəyəni, kayıt etsəniz, takip atsanız çox sevinərəm. Təşəkkür edirəm izlədiyiniz üçün. İnşallah sizə də bol motivasiya olmuş oldu. Hələlik qızlar, sizləri çox sevirəm.